Bir gecə, bəzən bir gecə bir xalqın taleyinə çevrilir. 1992-ci il fevralın 26-sı. Qışın ən sərt, ən amansız gecəsi. Xocalı o gecə alova və sükuta qərq oldu. İnsanlar qaçmırdı. Onlar sadəcə yaşamaq istəyirdi. Evlərinə, ocaqlarına, sabaha ümid edirdi. Qadınlar, uşaqlar, qocalar, qar örtüyünün üzərində izlər qaldı. O izlər qorxunun, ümidsizliyin, yarımçıq qalan arzuların izi idi. 613 nəfər, 63 uşaq, 106 qadın, 70 qoca. Bu rəqəmlər sadəcə statistika deyil. Bu sönən ocaqlardır. Bu yarımçıq qalan laylalardır. Bu gözlənilən, amma açılmayan sabahdır. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ağır cinayətdir. O gecə ana harayı dağlara çırpıldı. Körpə səsləri sükuta qarışdı. Bir şəhər susturuldu. İllər keçdi, zaman dəyişdi. Amma Xocalının acısı dəyişmədi. Çünki Xocalı bir şəhər deyil, bir millətin qan yaddaşıdır. Biz unutmadıq, unutmayacağıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların xatirəsi daim qəlbimizdə əbədi yaşayacaq. 26 fevral unutmadıq, unutmayacaq.